Hər kəs salamlar. İndi bir şey haqqında danışacağıq. 20 yanvarda olan, indi 20 yanvar daha doğrusu olacaq aksiya haqqında deyirəm. İndi 20 yanvar Azadlıq prospektində deyəsən Nəcəf Nərimanov kəşf məntəqəsində oralarda olmalıdır. Aksiya təxmini aşağıda da yazacağam yerini. Aksiya əsasən bahalaşmaya və işsizliyə qarşı olacaq. Aksiyada çox təbii ki, çoxunuz deyə bilər ki, mənim ehtiyacım yoxdur aksiyaya. Mən qarnım toxdur. Ancaq ki, insan əslində sadəcə qarnını doydurmaq üçün dünyaya gəlməyib. İnsan böyük varlıqdır. Yəni, böyük işlər görmək üçün dünyaya gəlib. Yəni, ancaq qarnım tox olsun, başqa bir şey yox. Nə maşınım olsun, evim olsun, sizə qutardı. Ancaq insan böyük şeylər etmək üçün dünyaya gəlib. Yəni, mən demək istədim odur ki, əgər yaxşı yaşamaq istəyirsinizsə, gəl bir yumruq olar, bir yerdə aksiya keçirək. Əvvəllər, daha doğrusu əvvəllər acıq çəkmirdilər deyə çox insan deyirdi ki, mənim ehtiyacım yoxdur, sən danışmıyor, sən hazırlayın. İndi isə özləri danışmaya başladılar, çünki artıq ondan da pullar yoxdur, gəlirlər yoxdur. Gələcəkdə keçən olsa, bu indi deyirlər ki, mənim ehtiyacım yoxdur aksiyaya, heç olsa onlar öz gələcək uşaqları üçün aksiyaya gəlməlidirlər, çünki normal dövlətdə yaşamaq, uşaqlarının normal ölkədə yaşamaqlarını istəyirlərsə ki, aksiyada öz yerlərini tutsunlar. Yəni, mən bunu demək istədim ki, 20 yanvar aksiya olacaq. Gəlmək istəyən deməyim, hər kəs gəlsə daha yaxşı olar. Yaxşı, sağ olun.